Vaxtınız xeyir olsun. Hal-hazırda Tovuz rayon Bozalqanlı kəndində bir şəhid qardaşının evindəyik. 1-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bir şəhid qardaşının, hansı ki gözlərindən əlildir. Gördüyünüz kimi yaşadığı yaşayış durumu da budur. Hal-hazırda şəhidimizin qardaşına dəstək lazımdır. Kömək lazımdır bir xalq olaraq, bir millət olaraq. Ona görə ki bir qız evladı var və onun 2 evladı var. Qızının həyat yoldaşı da var. Burada bir nəticə də var ki, həm özü, həm evladı, həm də evladının həyat yoldaşı heç birinin işləmək durumu yoxdur. Yəni ki, işləsin, ailəsini saxlasın. 2 körpə balaları var, o körpələri saxlamaq üçün heç birinin o gücü, taqəti yoxdur. Ona görə yoxdur ki, gördüyünüz ad familiyanız Aliyev Ramiz Zəmirxanoğlu. Aliyev Ramiz Zəmirxanoğlu qaraciyər əməliyyatı keçirdibdir. İmkansızlıq baxımından, donor tapılmamaq baxımından öz həyat yoldaşı donor olubdur qardaşımızın. İndi yarımcandır. Yoldaşı da yarımcandır, özü də yarımcandır. Gördüyünüz kimi ağsaqqal şəhid qardaşı da 2 gözlərindən əlildir. O da hərəkət eləmək kimi bir qüvvəsi yoxdur. Mən artıq dərəcədə xahiş eləyərdim xalqımdan ki, gördüyünüz bu ailəyə dəstək olalım. Hal-hazırda ailənin qaza borcu var, işığa borcu var ki, hansı ki o qaz dairəsi, işıq dairəsi durmadan qazlarını kəsirlər, işıqlarını kəsirlər. Çox körpələr işıqsız qalırlar gecələr. Soyuqda qazsız qalırlar. Çox ağır bir vəziyyət yaşayırlar. Mən xahiş eləyərdim, siz də özünüz haqqında məlumat verəsiniz ki, izləyicilərimiz, dəyərli insanlar izləsinlər. Mən xalqımdan dəstək istəyirəm. Mən özüm Aliyev Ramiz Zəmirxanoğlu, Tovuz rayonunda qalırım. Özüm hal-hazırda Bozağanda yaşayıram. Qaraciyər əməliyyatından olmuşam. Bir hepatit B ilə bağlı. O da B-yə keçdi, qaraciyərim əməliyyat oldu. Donor tapılmadı, yoldaşım donorum oldu. Nə yoldaşımın işləməyə imkanı var, nə mənim imkanım. Qaynatam da xəstədir, İsmailov Novruz Zirəddin oğludur, şəhid qardaşıdır. Ona da biz baxırıq. İmkanı yoxdur ki, vəziyyəti, durumu pisdir. Yoldaşım bir təhər xəstə canınla gəh uşağıma, gəh özümüzə əl-ayaq köməkliyi edir. Bizdə mənə da pensiya verirlər. Pensiyada ayda 2 iynə alıram, 600 manat edir. Bu mənim iynəmə baxsın, yoxsa mən uşağımın boğazına baxın. Dolana bilmirəm. Qazım işığın vəziyyətim pisdir. Evim, eşimin, şəraitim də budur. Xalqımdan dəstək istəyirəm. Hamamım yox, özümün xunam yoxdur ki, yoldaşım sabah-sabah suyuqda qalxıb çayını dəmləyək. Xunadakı uşağımın riskli çayını qoyur. Qaz idarəsi imkan vermir, işıq idarəsi imkan vermir. Başçının qəbuluna getmişəm, başçı deyir, kömək edəcəm, heç nə eləmir. Bizim başçı bizə vapşin Tovuz rayonuna baxmır. İmkan daxilində baxmır. Nə xəstələrinə, nə şəhid ailələrinə, heç kimə baxmır. Bu, xalqımdan dəstək istəyirəm. Şəhid anaları, şəhid qardaşları, qazi qardaşları, qazi anaları bizə dəstək olun. Mən də şəhid qardaşına baxıram. İmkanım yoxdur, özüm xəstəyəm. Sizdən dəstək istəyirəm, xalqımdan dəstək istəyirəm ki, mən qalağa çıxım, 2 uşağım var. Uşağıma dəstək olum, oxusun, bir sənət yazılsın. Xəstə canımla fəhləliyə gedirdim, gedəmirəm indi də. Dostlar, bu qardaşımız bizə sosial şəbəkədə canlı vasitəsindən müraciət etdi və biz həqiqətən də gəldik, duruma baxdıq. Mən onu da vurğulayım ki, 2 körpə evladı var. Bu günləri sentyabrdır. Məktəbin ilk günləridir, amma ehtiyac ucbatından, körpələrin paltarı, dəftəri, ruçkası olmamaq ucbatından 2 dənə körpə də bu günləri məktəbə hazırlaşıb gedə bilməyibdir. Mən xalqımdan, qeyrətli oğlanlarımdan, hər kəsdən xahiş edirəm artıq dərəcədə birlik olalım. Bu cür qardaşlarımıza, bu cür şəhid qardaşlarına, bu cür vətəndaşlara dəstək olalım. Sağ olsun devlətimiz, gücü çatdığı qədər hardasa, nədəsə dəstək olur. Amma bugünkü günü biz də bir millət olaraq öz dəstəyimizi əsirgəməməliyik. Yəni bizim 1 manat, 2 manat bizi artırmayacaq. Amma bizim 1 manatlar, 2 manatlar üst-üstə yığılanda bu qardaşımızın
dərdini, problemini həll eləmək olur. Doktora görə bilmirəm. Allah razı olsun. Siz sosial Hələ ki ola düzəltmişik, bilirsiniz. sosial alırdıq. Sosialım kəsildi. İndi sosialıma dünəndə mesaj gəldi. Hələ tam almamışıq. Sosialla bağlı özüm vurdurmuşam. İndi mesaj gəldi. Gələn ayın ortasına kart götürüləsidir. Biz də onunla dolanırıq. Pensiyadan imkan yoxdur. Kişinin də pensiyası özünə gedir, sigaretidir, gözünün əlilliyi ilə bağlıdır. Hər ay doktora aparıram. Özünü ancaq ödəmir. Mən də xalqımdan, Azərbaycan başçısı prezidentimizdən, İlham Əliyevdən, Ulu xanımı, birinci Mehriban xanıma dəstək istəyirəm. Xalqımın 9-cu elə olanları var ki, kömək istəyirəm. Mən buradan onu da dəyərli izləyicilərimizə vurğulamaq istəyərdim ki, yəni qardaşımız xəstə olana qədər özü öz ayağının üstündə dayanıbdır, gözəl sənətkardır, ailəsinə baxıbdır, uşağına baxıb, heç kimə də möhtac olmayıb, ehtiyacı olmayıbdır. Amma bugünkü günü yenə deyirəm, bax o səhiyətində yaranan o problemlə bağlı işləyə bilmir, evladına, ailəsinə baxa bilmir. Gəlin bir millət olaraq, bir Azərbaycan vətəndaşı olaraq Xalqıma qurban olum, kömək istəyirəm. Vallahi ürək ağrısıdır, həqiqətən də çətindir, çox çətindir. Bu cür ailələrdə olur. Valla polisdə yeriyəmir, ayağımız az qalı için etmiyor. Çürük değil, patol okuma onu kimi. Her bir şey temiz, otur giyin gözümüzle bak. Kalacınıyım az qalı çöke için etmiyor. Kalmışım ben bile zalim. Göğümle bir otaqda kalıyor. Bu ne tar olur? Ne olur bize de bir kömeğimiz var, elimiz var. İnşallah dəyərli xalqımız var bizim, dəyərli millətimiz var. Bizim qeyrətli Azərbaycan oğulları var ki, hansı ki... Sağ olsun xalqımız, cemaatimiz, millətimiz. Biz de insanıq, bize de yardım elimiz var. Sənətkaram, imkanım elə ki, sağlığımız olanda işləmişəm, düzəltmişəm. Bu da bərbad günündədir. Bu da kökü üstündə. Polumuz yox, şəhərimiz yox, şəraitimiz yox. Vəziyyət belədir. Orada biz qalırıq kişoxla. Burada da qaynatam qalır. İmkanım yoxdur ki, kömək olar. Bunu işləyəm, düzəldəm, potaqları kəsəm. Qalandan da ona tikdirəm ki, bu indi zərər yoxdur. Bunlara səbəb köməkli yerləsin xalqım. Hal-hazırda bu kalabimizin yeri çökür, vəziyyət pis. Yaşaya bilmir. Kravatı cəhbuzə çəkir, kişi cəhbuzə. Yaşamaq vəziyyətdə budur. Onun əlimdən gələni elədim, düzəltdim. Onun elə bəzi maddələrdə qalır. Bura patalokudur. Evin şəraiti budur. Nə hamam var, nə bukuna var. Gəldim, özüm də belə oldum, vəziyyətim pisdir. Ali Baş Komandanlıqdan, Mehriban xanımdan, Tovuzun eli olanlar var ki, mərd oğlanlar. Ölkəmizin mərd oğlanları çoxdur. Sizdən dəstək istəyirəm. Bir vətəndaş kimi, bir el oğlu kimi, bir Azərbaycan xalqı kimi, vətəndaş kimi kömək istəyirəm. Balam var. İmkanım yoxdur ki, onun məktəb paltar alan, bugünkü günü mən onu yola salar. Oxuyur, birinci yerə çıxıbdır məktəbdə. Şərəf növbəsində adı var. İstəyirəm ki, balama dəstək olam, oxudum, brata kimi, evladımı qabağa çəkəm. Sizdən xalqım, kömək istəyirəm. Gördüyünüz bala, Mələk bala bu günləri sentyabr ayıydı, amma Mələk bala öz sinif yoldaşlarıyla, öz dostlarıyla məktəbdə olmalıydı, dərsdə olmalıydı. Amma təəssüflər olsun ki, bugünkü durum, ehtiyacsızlıq, atanın xəstəliyi, canınla mücadilə eləməyi buna şərait yaratmadı. Gəlin biz hamımız bir olaq, balaca körpələrə əmi dayı olalım. Allah xalqımızı qorusun. Amin.